Dərman bitkiləri min illərdir ki, təbiətin səssiz şəfa mənbəyidir. Onlar meşələrdə, dağlarda və geniş düzənliklərdə insan müdaxiləsi olmadan yetişir. Və həm insanlar, həm də heyvanlar üçün təbii müalicə qaynağı rolunu oynayır. Amma bir sual var. Bu bitkilərin həqiqi gücündən necə düzgün istifadə edirik? Çünki hər bitki yalnız toplandığına görə faydalı olmur. Onun hansı vaxtda yığıldığı, necə qurudulduğu və necə hazırlandığı çox böyük əhəmiyyət daşıyır. Yanlış toplanan və ya düzgün emal edilməyən bitki öz şəfa gücünü itirə bilər. Məhz buna görə də təbiətin bizə bəxş etdiyi bu möcüzəvi sərvətə düzgün yanaşmaq vacibdir. Unutmayaq, təbiət bizə şəfa verir, amma doğru istifadə etdikdə. Əgər bu cür faydalı məlumatları daha çox öyrənmək istəyirsənsə, videonu bəyənməyi və kanala abunə olmağı unutma.